Kanal 10 TV Azərbaycan xəbər verir ki, Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Qəza bugün səhər saatlarında Səməd Vurğun küçəsində baş verib. Mercedes markalı avtomobil idarəni itirərək yolun kənarına aşıb və nəticədə avtomobildə olan 12 yaşlı uşaq həyatını itirib. Biz təsadüfən gəlirdik buradan, Nasoslu yolundan gəlirdik, gördük maşınlar yığılıb, bir də buradan avtomobil aşmağını gördük, təcili yardım filan, yəni biz də eşitdiklərimizə görə bu aşan maşın düz yol istiqamətində şose ilə gəlirmiş, tras yolla gəlirmiş, yan tərəfdən bir qara rəngdə maşın çıxıb bunların qarşısına, bunlar da ona çatmamaq üçün, vurmamaq üçün idarə etməni itirib, gəliblər burada aşıblar. İndi bizim verilən ilkin məlumata görə, yəni bizə verilən məlumata görə 13 yaşında bir körpə uşaq rəhmətə gedib, amma yerdə qalan 2 nəfər, yəni ki, xəsarət almayıbdır. Yəni bizim bildiklərimiz budur. Biz də bir Azərbaycanlı kimi burada yardımımız toxunar deyə durmuşduq. Faktla bağlı Sumqayıt şəhəri prokurorluğunda araşdırma aparılır.